6 silfin 23-cü mövzusu olan tələbə çörəklərinin hazırlanma texnologiyasına, deməli, insanın sağlam qidalanmasını tələvəsiz təsəvvür etmək mümkün deyil. Tələvəzlər adətən insanın normal həyat fəaliyyətini yüksəldir. Onlar vitamin və mineral maddələrlə zəngindir. Hansı ki, bura soğan, sarımsaq, turp kimi tələvəzlər daxildir ki, onlar xəstəlik törədən bakteriyaların, göbələk və virusların inkişafını ləngidən maddələrlə zəngindirlər. Tələvəzlərin saxlanması və aşpaz emalı zamanı vitaminlərin qorunmasını təmin etmək üçün müəyyən qaydalara əməl etmək lazımdır. Bu zaman tələvəzlərin müsbət 1,3 Selsidən olan temperaturda qaranlıq bir yerdə saxlanmalı. İsti emal zamanı tələvəzlərdə C vitamini saxlanması üçün oksidləşən qabdan istifadə etməli, hansı ki üstü qatı olmayan metaldan istifadə edilməməlidir və tələvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır. Şorbalar üçün nəzərdə tutulmuş soğan, yer kökü, ağ soğan, soğanaqları olan cəfəri, kərəviz tələvəzlərini qaynatmamışdan əvvəl yağda qızartmaq lazımdır. Bişirmə zamanı tələvəzlərin hava ilə təmasını maksimum dərəcədə azaltmaq lazımdır və tələvəzlərin üzəri su ilə daim tam örtülməli. Qazanın ağzı qapaqlı sıx bağlanmalıdır. Və bu zaman aşpazlıqda tələvəzlərin təsnifat cədvəli var ki, mütləq onu əzbərləyin, miqə və yaxud sertifikasiyaya düşə bilər. Mən eyni zamanda köhnə kitabdan da sizə səsləndirəcəm. Diqqət getirin, hansılar sizin kitabda yoxdursa qeyd edin. Meyvə köklərə şalğam, çuğundur, yer kökü, turp, qırmızı turqut otu, kökü, soğanıqlı cəfəri, kərəviz, cırhavuc daxildir. Kök yumurtasına kartof, yer badamı, batat, şirin kartof, kələm fəsilləri, ağ kələm, qırmızı baş kələm, gül kələm, brüssel kələmi daxildir. Qabaq fəsillərə xiyar, qabaq, yunan qabaq, patison, paxlallara noxud, lobya, mərci, soya, yer fındığı daxildir. Quş üzümüyə üçbacı dolması ilə yadda saxlayın. Pomidor, badımcan, şirin bibər, yarpaqlara çahı, vəzəri, soğanaqlara, şalğama oxşar soğan, sarımsaq və kəvər daxildir. Və tələvəzlərdə hansı xörəklər hazırlamaq olar? Buna baxaq. Tələvəzlərdə müxtəlif çeşidli əsas yeməklərlə yanaşı, həmçinin ət və balıq üçün qarnirlər də hazırlamaq mümkündür. Tələvəzlərin isti emal üsulları var ki, hansı ki isti emal üsullarına qaynatma və qızartma, kombinə edilmiş emala, pörtləmə və qızartma daxildir. Qaynadılmış tələvəzlər böyük miqdarda mayedə, su, süd, ət suyu suyunda bişirilmiş tələvəzlərdir. Qızardılmış tələvəzlər mayesiz yağ əlavə edilərək isti emal yolu ilə hazırlanan tələvəzlərdir. Hansı ki bunun hər birinin evdə özümüz yerinə yetiririk. Daha sonra pörtlədilmiş tələvəzlərə əvvəlcədən yarı hazır vəziyyətə qədər qaynadılır, qızardılır. Sonra qızardılmış soğan, ədviyyat, ət suyu əlavə edilir. Sobada bişirilmiş tələvəzlər adətən əvvəlcədən qaynadılır, yarı hazır vəziyyətə qədər çatdırılır, qızardılır. Xama və ət şirəsi ilə əlavə edilir. 200-300 Selsi dərəcədə sobada bişirilir. Heç bişirilməmiş çiğ tələvəzləri sobada bişirmək mümkündür. Daha sonra az qızardılmış tələvəzlər rənglərinin dəyişməsinə yol vermədən az miqdarda yağda yarı hazır vəziyyətə qədər qızardılanlardır. Qaynara verilmiş tələvəzlər emalı asanlaşdırmaq üçün tələvəzlərin üzərinə əvvəlcədən qaynar su tökülür, buxarda bişirilir. Hazırlanma üsulundan asılı olmayaraq tələvəzləri bir neçə mərhələdən ibarət ilkin emaldan keçirirlər. Hansı ki bura növlərə ayırma, yuma, təmizləmə, doğrama daxildir. Növlərə ayırma nədir? Tələvəzləri keyfiyyətinə görə, yetişmə dərəcəsinə, ölçüsünə görə seçilirlər və ilk növbədə yarpaq, budaq və tumurcaqlardan ayrılır və qidaya yararsız olan hissələr, çürümüş, kal, çox yetişmiş, solmuş tələvəzlər kənarlaşdırılır. Yuma nədir? Çirk, torpaq qalıqları, müxtəlif kimyəvi maddələri yuyub təmizlənmə prosesidir. Təmizləmə tələvəz və meyvələrin yeməyə yararsız, zədələnmiş, az dəyərli hissələrini kənarlaşdırır. Bəzi tələvəzlərin qabığını soyurlar, amma və yadda saxlamaq lazımdır ki, qabığın altında ən qiymətli qida maddələri var ki, ona görə də qabığı nazik qatla soymaq lazımdır və təmizləndikdən sonra təkrar yumalıyıq. Doğrama yeməyə cəlbedici xarici görünüş vermək üçün eyni bərabərdə isti emal etmək üçün təmizlənmiş meyvəyə və tələvəzləri doğrayırlar. Tələvəzlərin təmizlənməsi və doğranması zamanı paslanmayan bıçaqdan istifadə edilməlidir. Qarnir nədir? Ət və balıq xörəklərinə əlavə edilən pişmiş bir səbzəvatdır.
Tərəvəz salatlarını hazırlayan zaman mütləq salat bir və ya bir neçə tərəvəz növündən, həmçinin tərəvəzlərə ət, balıq, yumurta kimi ərzaqlar əlavə edilərək bişirilməsindən sonra deməli salatlara əlavə edilməlidir. Salat hazırlayan zaman çiğ, qaynadılmış, marinada qoyulmuş duzlu tərəvəzlərdən də istifadə edilə bilər. Tərəvəzlərin doğrama şəkilləri var ki, şəkil 1-də göstərilir. Hansı ki, tircik, dairəvi, nazik, saman çöpü, kvadrat, kub, dilim olmaqla 6 cür formada doğrana bilər. Salatın hazırlanması texnologiyası bir neçə mərhələdən ibarətdir. Bu zaman tərəvəzlər ilkin emalıdır. Tərəvəzin doğranmasıdır. Hansı ki, eyni bərabər ölçüdə, bərabər formada doğranmalıdır. Xama, mayonez, bitki yağı əlavə edilib süfrəyə verilir. Lazım gələn zaman salatın tərkibinə sirkə, bitki yağı, duz, istiot, şəkər, xardal tərkibli hazır qatmalar da əlavə edilir. Doğranmış tərəvəzlərin qırılıb əzilməməsi üçün salatları ehtiyatla qarışdırılmalıdır və hazır salatı xüsusi qablara qoyub üstünü bəzəyirlər. Salatları yalnız onların tərkibinə daxil olan ərzaqlarla, həmçinin cəfəli, şüyüd, kərəviz, kaxı ilə bəzəmək olar. Bəzəklər çox böyük olub salatın bütün səthini örtməməlidir. Və yadda saxlamalıyıq ki, salatların hazırlanması üçün yalnız sağlam, şirəli, sulu tərəvəzlərdən istifadə edilməlidir. Vitaminlərin, xüsusən C vitamininin qorunması məqsədilə bir dəfə yeyilmək üçün lazım olan qədər tərəvəz götürmək lazımdır. Çünki saxlama zamanı salatın keyfiyyəti xeyli korlanır. Hazırlanmış salat qısa zamanda süfrəyə verilir. Turşu, C vitamini sabitləşdirdiyi üçün xırdalanmış tərəvəzlərə dərhal bitki yağı, xama, sos əlavə edilir və qarışdırılır. Müəllimlər, salatları onların tərkibinə daxil olan ərzaqlarla, cəfəri ilə, şüyüdlə, kərəvizlə, kaxı ilə bəzəmək olar və hazırlanmış salat qısa zamanda süfrəyə verilməlidir. Turşu C vitaminini sabitləşdirdiyi üçün xırdalanmış tərəvəzlərə dərhal bitki yağı əlavə edilməlidir. Xama, sos əlavə edilərək qarışdırılmalıdır. Rahat olsun deyə salat 2 çəngəl və çəngəl və yaxud da ki, qaşıqla qarışdırılmalıdır. Salat qabına təpə şəklində yığılmalıdır və mütləq qızardılmış ət və balıq xörəkləri üçün qarnir qaynadılmış tərəvəzlərdən ibarət olmalıdır. Həmçinin təhlükəsiz və sanitariya qaydalarımız var. Mütləq şəkildə onlara da nəzər salın.